Salam əziz izləyicilər. Bugün dietik çörək bişirəcəm. Tam sağlam qidalardan istifadə edərək qidalananlar üçün əla alternativ sayıla bilər. Axşamdan islağa qoyduğum 1 stəkan qırmızı mərcinin suyunu tam süzüb, blenderə əlavə edib xırdalayıb, daha sonra üzərinə yarım çay qaşığı duz, qabartma tozu, 2 yumurta, 1 stəkandan 1 barmaq az qatıq, yarım stəkan zeytun yağı da əlavə edib blenderdən keçirib hazır hala gətirirəm. Videoda gördüyünüz qatılıqda məhlul alınır. Diametri 20 sm olan tava istifadə edəcəm. Əvvəlcə isidilmiş sobada 220 dərəcədə 30 dəqiqəyə bişir. Buğda unundan hazırlanan çörəkdən formaca fərqlənməsə də kalori, yüngüllük, mədədə ağırlıq yaratmadan tez həzm olunması ilə tam fərqlənir. Dietada olan hər kəs asanlıqla hazırlayıb rahat şəkildə qida rasionuna daxil edə bilər. Videodan yararlanıb hazırlayan hər kəsə nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.